Baxın, bizim işimizdə belədir ki, siz gəldiniz, burada şirkətin məhsulu olsa da və gələcəkdə Trendyol, Temu kimi 100 çeşiddə məhsulları olsa da onu almaq məcburiyyəti bizə qoymur. Leobank kimi deyir, mənə abunəçi gətir və hər gətirdiyin abunəçidən sənə pul ödəyirəm. Burada necədir? Məsəl üçün, gəldiniz siz, bir nəfərinizi gətirən kimi dərhal ondan 8 manat 50 qəpikdən 42 manata qədər pul ödəyir. Nəyə görə ödəyir bu pulu? Hər halda boş yerə belə insanlar gəlsələr, boş yerə. Heç kəs boş yerə heç kəsə pul ödəmir. Yəni dünyada heç kəsin heç kəsə borcu yoxdur və belə bir şey yoxdur. Burada necədir? Burada sadəcə aylıq 17 manat ödəniş ödəyir adam. Onun artıq pul qazanmağa başlayanda görülür ki, bu adam fakt pul qazanmağa başlayır. 68 manat da ömründə bir dəfə ödəyir. Bunu təbii ki, nə mənim cibimə, nə kiminsə cibinə yox, birbaşa şirkətin özünə ödəyir. Aydındırmı? Bir nəfərini gətirən kimi dərhal o insandan 8 manat 50 qəpik qazanır. O insan da artıq pul qazanmağa başlayanda 34 manat da ondan qazanır. Yəni bir nəfərdən 42 manat pul qazanır. Bura gələn adamlar. Aylığı isə sadəcə 17 manatdır. Və biz hər həftə buradan pul qazanırıq. Yəni ayda 4 həftə var, 4 dəfə pul qazanırıq. Və ayda 4 dəfə pul qazanan adam 17 manatı zaten 2/2-də ödəmək ayda bir dəfə. Düzdürmü? Və üstəgəl də çox rahatdır. Yəni burada oturub aylarla, illərlə gözləməli olmursunuz. Sadəcə bir nəfərinizi gətirən kimi də dərhal qazanırsınız. Və bu proses sonra necə davam edir? Ardıcıl pul qazanmaq üçün onu izah edin.